Yaponiyanın nəhəng Toyota şirkətinin 8 tipli avtomobilinin satışına qadağa qoyması və Şimali Amerikada 5 zavodunu bağlamasından sonra şirkətin aksiya qiymətləri qalxıb. Edmunds.com onlayn şirkətinin avtomobillər üzrə məsləhətçisi Michelle Cripps satışlara qadağa qoyulmasını presidenti olmayan bir addım adlandırıb. Toyota bunu keçən həftə bəzi modellərin qaz pedalında problemlərin yaranması haqda məlumatlardan sonra verib. Şirkət bunun nəticəsində hansısa qəzanın baş verdiyi və ya kiminsə yaralandığı barədə məlumatı olmadığını bildirib. Lakin bu defekt nəticəsində Birləşmiş Ştatlarda hətta ölümlə nəticələnmiş halların olduğu da xəbər verilmişdi. Satışı dayandırılan modellərə Toyota şirkətinin ən çox satılan avtomobilləri olan Camry və Corolla sedan, RAV4, Tundra və idman tipli maşınlar, Highlander və Sequoia daxildir. Toyota avtomobilinin bir sahibi deyir ki, şirkət daha tez fəaliyyət göstərməli idi. Mən düşünürəm ki, onlar bunun qaz pedalı və döşəmə olduğunu dedikləri vaxt bir neçə həftə bundan əvvəl etməli idilər. Birləşmiş Ştatların avtomobil dillerləri son 20 ildə satışların ən aşağı səviyyədə olduğu zaman deyirlər ki, bu 8 model Toyota'nın satışlarının 56%-ni təşkil edir. Fresno State Marketing şirkətindən professor William Rice satışların dayandırılmasının şirkətin keyfiyyət və təhlükəsizlik baxımından reklamlarına mənfi təsir göstərəcəyini deyir. İnsanlar qorxanda maşınları almayacaqlar və bu istehlakçı inamının azalması, müştərilərin onların istehsal etdiyi maşınlara etibarının azalmasına və beləliklə də satışların azalmasına gətirib çıxaracaq. Lakin bəzi alıcılar Toyota'nın məsuliyyətli şirkət kimi hərəkət etdiyini deyirlər. Hər şey ola bilər, səhvlər də olar. Əgər onlar satışları dayandırırsa, bunu alıcılara açıq bildirirlər. Buna görə də mən bunun müvəqqəti bir geriləmə olduğunu düşünürəm. Şirkət rəsmiləri problemin Birləşmiş Ştatlarda aşkar edildiyini və bunun Yaponiyada istehsal edilən avtomobillərə təsir etmədiyini deyirlər. Lakin problemin eyni akseleratora malik Avropada satılan avtomobillərə də təsir edəcəyi gözlənilir. Vaşinqtondan Nərminə Cəlalqızı, Amerikanın səsi.